Bax, mən sənə indi hal-hazırda bir dənə evi göstərəcəm. Maşınlıq həyəti, mərkəzdə, yolun qırağında 2 dənə maşın girir həyəti və şəxsi tikili özü bu evi almaq istəyən öz ustasını götürsün, gəlsin, qardaş, ustası baxsın bu evə. Çünki bu evi də bir usta özü şəxsən tikib, evin yəsi özü ustadır. Hər nəysə, keçirik indi evə. Sizi evlə tanış eləyəcəm. Sot yarımın içində 90 kvadrat evimizin sahəsidir. Bir şey ki, girən kimi görsənən kombilərdir. Kombilər belə, yəni hələ ki üzərinə qoyulmayıb. Yəni şəxsi tikilidir. Girən kimi sağda bizim kuxnamızdır. Səliqəli, geniş bir dənə kuxnamız var. Əziz analar, bacılar. Yəni əsas o siz üçündür. Bir dənə geniş zalımız, möhtəşəm, səliqəli, aboyu falan hamısı yerində. Ondan sonra zalımızdan çıxdıq. Sağda hamam sanuzerimizdir. Hər şey bahalısından istifadə edib. Yəni ucuz mala qaçmayıb. Növbəti bir yataq otağımız. Geniş bir dənə belə bir yataq otağımız var. Gəl zəhmət olmasa. Bu da bizim 3-cü otağımızdır. Evimiz 90 kvadratın içindədir. Və nəzərdə çatdım ki, Kərbalay, buranı da çək. Bura Qamadovka kimi nəzərdə tutulub. İstəyən olsa buranı bağlaya da bilər. Bu öz yerində. Və indi keçək əsas məsələ. Gəlin də əsas məsələni çöldə danışaq istəyirəm, təmiz havada. Kərbalay, indi həyətdə istədim qiyməti danışaq və bir dənə bir şeydə nəzərinizə çatdırım. Bunları görürsünüz də. Bizdə nədirsə reallıq odur. Yəni bizə yaraşmaz. Qardaş, bu nəmişlik görsən, qardan çıxmış, yəni qışdan çıxmış bir evdir, emulsiyasıdır. Onu da qardaş bax, evin yası şəxsən alıb, bax rəngləri bəllidir. Evin yası alıb qoyub, sənə buranı hamısını düzəldib, emulsiyasını vurub sənə təhvil verəcək. Keçirik əsas məsələyə, yəni pula. Qardaş, ünvanımız Elsi Vakik var Xırdalanda, hamı tanıyır. Anabala parkının yanı, nə bilim Papaq Lancın yanı, hər bir şey möhtəşəm, hər bir şey gözəl. Qardaş, evimizin qiyməti bugün üçün real qiymət 81.500 manatdır. Allah alana da satana da xeyirli eləsin. Sot yarımın içində 90 kvadrat Xırdalanda mərkəzdə. Nə istəsən bundan artıq Allah alana da satana da xeyirli eləsin.